nə bilirik? Gəlin sərvətlərimizlə yaxından tanış olaq. Təbii sərvətlər, yeraltı və yerüstü sərvətlərimiz. Yerüstü sərvətlərə bitkilər, heyvanlar, meşələr, sular və iqlimimiz daxildir. Baxın, çaylarımız, bunlar hamısı yerüstü sərvətlər sayılır. Çaylardan hansılarını tanıyırıq? Sonra Araz, Kül, Ayçalı. Birinci sinifdə bunları keçmişik. Baxın, şəlalələrimiz. Bunlar da yerüstü sərvətlərimizdir. Dağlarımız, uşaqlar, başı qarlı, əzəmətli, vüqarlı dağlarımız var. Hansı dağları tanıyır? Ay sağ ol, Qoşqar dağ. Meşəliklərimiz, uşaqlar, meşədə dərman bitkilərimiz zəngindir. Baxın, çoxlu sayda sıx, qarışıq, enli yarpaqlı, uzun yarpaqlı meşələrimiz var. Gölümüz, uşaqlar, bu hansı göldür? Göl. Sonra hansı göl var Azərbaycanda? Ay sağ ol, lap yaxşı. Bax, bunlar hamısı bizim yerüstü sərvətlərimiz sayılır. İndi isə, bax, uşaqlar, pambıq. Pambığa daha hansı adına müraciət edir? Ardısı. Uşaqlar, pambıq, Mir, Muğan, Şirvan düzənliklərimiz var. Bax, pambıqdır. Sümbül zəmləridir, taxıl zəmləridir. Hamısı bu əkin sahələrində yetişdirilir. Sonra uşaqlar, yeraltı sərvətlərimiz. Yeraltı sərvətlərə daxildir neft, qaz, dəmir filizi, duz, mineral sular və başqaları. Baxın, qızıl. Qızıl da Azərbaycanda yerin alt qatlarından çıxarılır. Duz mədənləri. Uşaqlar, bax, evdə istifadə etdiyimiz, o analarımız xörək bişirəndə istifadə edir, xörək duzu. Bax, o duz da yerin alt qatlarından çıxır. Baxın, elə mağaralar var ki, bax, duz mədənləridir, mağaralar yaradılır. Bax, Naxçıvanda duz mədəni var ki, həmin duz mədənlərində insanlar bir çox xəstəliklərdən müalicə olunurlar. Yerin altından çıxan mineral sular. Hansı mineral suyun adını bilirsiniz? Bunlar hamısı vətənimizin, bax, torpağın alt qatlarından çıxan sulardır, təbii sulardır. Uşaqlar, bu nədir? Neft. Neftdə daha hansı adından tanıyırıq? Qara qızıl. Nefti də, bax, torpağın alt qatlarından çıxarılırlar. Sonra, bax, bunun adı nədir? Qaz. Mavi qaz. Bax, evlərimizə gələn o mavi qaz da yerin alt qatlarından çıxır. Gəlin, baxaq görək, Azərbaycanımıza ən çox şöhrət gətirən hansı faydalı qazıntıdır? Ay, sağ ol. Kimdədir o? Bax, bu sualı mən verirəm. Neft, qaz. Bax, nefti də, qazı da hardan çıxarırlar? Baxın, yerin altından. Sonra, baxın, şəklə baxın. Dənizin, Xəzər dənizinin dibində. Uşaqlar, neft daşları yaradılır. Ay, bu Yanardağdır. Yanardağ adlı yer var Azərbaycanda. Digər kəndi var, orada yerləşir. Orada torpağın altından, uşaqlar, qaz çıxır. Bax, o qaz evlərimizə gələn qazdır. Həmişə yanır. Təbii sərvətimizdir. Bu isə uşaqlar, Atəşgah abidəsidir. Suraxanı qəsəbəsində yerləşir. Qədim insanlar, qədim zamanlarda od əldə etmişlər və bir yerə cəmlənib yığılmışdır. Deməli, bax, bu tarixi abidə kimi, bu günümüzə kimi gəlib çatmışdır. Bura məktəblilər, müəllimlərlə birlikdə, şəhərimizə gələn turistlər bura gəlirlər ekskursiyaya. Həmin, bax, o yerin altından çıxan qaz da, neft də borular vasitəsilə digər ölkələrə ötürülür. Həmin, bax, o neft, qaz istehsal olunan zavodlarda, görürsünüz, baxın, Prezidentimiz İlham Əliyev tez-tez şəxsən özü gedir, nəzarət edir. Dövlətimizin yeraltı, yerüstü sərvətlərinin qorunmasında çox diqqət yetirir. Gəlin görək, uşaqlar, ölkəmizin sərvətlərinin qorunması üçün nələr olur? Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən qırmızı kitab nəşr edilir, qoruqlar yaradılır, park və bağlar salınır,
yasaqlıqlar təşkil olunur, vətəqələr yaradılır. Bax, uşaqlar, yasaqlıqlarda meşələr qorunur, meşəliklərimiz qorunur, göllər qorunur, meşədə bitən o dərman bitkilərimiz məhv olmasın deyənə qorunur. Hər bir heyvanı istənilən vaxtda ov eləmək olmaz, qadağa qoyulubdur, onun üçün qoruqlar salınır. Bax, vətəqələrdə isə göllərdə balıqlar qorunur. Qırmızı kitabda isə uşaqlar, nəsli kəsilməkdə olan, məhv olmaq üzrə olan bitkilərin, heyvanların adı orada qeyd olunur və həmin heyvanların ovlanması, bitkilərin dərilməsinə qadağa qoyulmuşdur. Uşaqlar, bax, alova diqqətlə baxın, evlərimizdə yanan o mavi qazdan əmələ gələn alovdur. Bu isə əbədi məşəl alovdur. Bu, odla, alovla, bu alovun gəlin fərqini sizə izah edim. O alov, evlərə gələn mavi qazdan əldə olunan alov, qaz kəsildikdə nə vaxtsa sönə bilər. Yəni, evdə qaz olmayan vaxtlar da olur ki, biz nədən istifadə edirik o zaman? Elektrikdən istifadə edirik. Amma bu alov isə əbədi məşəl alovudur ki, bizim vətən uğrunda şəhid olan oğullarımızın, qızlarımızın xatirəsinə ucaldılan bir alovdur ki, insanların ürəyinin istisinin odu alovudur ki, onu insanlar heç vaxt sönməyə qoymaz. Bu alov yerin altından çıxan təbii sərvət sayılan qaz deyil. Bu insanların ürəyinin istisi, odudur. Şəhidlərin xatirəsi qarşısında olan hörmətimizdir ki, bax, bu od olub alovlanır. Bax, bu əbədi məşəl abidəsi isə Şəhidlər Xiyabanında ucalan möhtəşəm bir abidədir ki, 1990-cı il faciəli 20 yanvar gecəsindən sonra şəhid olan övladlarımızın xatirəsinə ucaldılmışdır. Uşaqlar, hər il 20 yanvar günü şəhidlərimizin, 20 yanvar şəhidlərinin, ümumiyyətlə, digər başqa vətən uğrunda şəhid olan övladlarımızın xatirəsi həmin günü bir dəqiqəlik sükutla yad olunur. Görürsünüz, prezident də təzə gül çiçək qoyubdur və bir dəqiqəlik sükutla yad edir. Sabah da 20 yanvar günüdür, faciənin 22-ci il dönümüdür və mən xahiş edirəm bir dəqiqəlik sükutla bütün şəhidlərimizin xatirəsini yad edək. Uşaqlar, indi isə dərsimizə keçirik. Dərsə keçməmişdən əvvəl istəyirəm ki, bilək ki, həmin o faciəli gecədə nələr yaşanırdı. Siz o vaxt dünyaya gəlməmişdiniz, ancaq analarınız, atalarınız o hadisələrin canlı şahidləri olub, öz gözləri ilə görürlər o hadisəni. Baxın, 70 il qardaş saydığımız Rus dövlətinin işğalçı ordusu, o ordunun içərisində azğınlaşmış erməni əskərləri də olmaq şərti ilə dinc əhalinin üzərinə hücuma keçdilər. Minlərlə insanlar qətlə yetirildi. Görürsünüzmü? Və həmin gündən sonra Azərbaycan xalqı bir yumruq kimi birləşdi və günahsız yerə həlak olan şəhid övladlarını, baxın, dəfn etdilər. Onlar Şəhidlər Xiyabanında dəfn olundu. O vaxt ora Çəmbərəkənd qəbirstanlığı adlanırdı. Bakının ən uca zirvəsində idi. Orada dağüstü park yaradılmışdı. İndi də orada bizim vətən uğrunda həlak olan övladlarımız uyuyur. Uşaqlar, bu faciədən sonra Azərbaycan xalqı oyandı, öz azadlığına qarşı addım atdı. Baxın, şəhidlərimizin məzarıdır. Onların içərisində şagirdlər də olub. Larisa Məmmədova, İlqar İbrahimov, Nəriman Hüseynov. Uşaqlar, bunları unutmaq olmaz. Bunlar bizim tarixi əbədi olaraq qan yaddaşımızdır. Bu hadisədən sonra bizim indi müstəqil ordumuz var, müstəqil bayrağımız var, dövlətimiz müstəqildir və Ali Başkomandan nə vaxt əmr versə, bizim əskərlərimiz müharibə yoluyla işğal olunmuş torpaqlarımızı ala bilərlər. Yəni, o qüvvəyə qadirdirlər. İndi bizim 3 rəngli müstəqil bayrağımız var və gəlin arzu edək ki, həmişə bizim ölkəmizin üzərində azad, müstəqil 3 rəngli bayrağımız dalğalansın və 20 yanvar gününü heç vaxt unutmayaq uşaqlar. Keçirik dərsimizə. Bax, bu gördüyünüz
Ekranda gördüyünüz bax bu kiçik slide bugünkü dərsimizin mövzusu ilə əlaqəlidir. İndi Azərbaycan kitablarında açın səhifə 21. Diqqətlə izləyin. Gəlin görək mövzumuzda söhbət nədən gedir? Əhmədin babası Dicar kəndində yaşayır. Bu kənd Bakının yaxınlığındadır. Balaca Əhməd tez-tez babası ilə qonaq gəlir. Bir dəfə babası onu yaxındakı təpələrə gəzməyə apardı. Bunlar Yanardağ deyilən yerə gəlib çıxdılar. Burada yerdən alov çıxırdı. Bunu görən Əhməd babasından soruşdu. Baba, bu odu kim yandırır? Baba gülümsündü. Heç kim bala, yerin altından çıxan qaz öz-özünə alışıb yanır. Azərbaycan torpağı çox zəngindir. Yerin altı da, üstü də qızıldır. Əhməd biraz düşünüb dedi. Baba, atam məni şəhidlər xiyabanına aparmışdı. Mən orada alov gördüm. Oradan da qaz çıxır. Görürsünüz uşaqlar. Uşaq soruşur ki, o qaz da yerin altından çıxan qazdır. Gəlin görək baba cavabında nə deyir? Yox oğlum, o məşəl vətən uğrunda həlak olanların xatirəsinə alovlanır. Bax, burada qaz qurtaranda alov sönə bilər. Amma əbədi məşəli insanlar heç vaxt sönməyə qoymurlar. O həmişə yanır ki, qəhrəmanlarımızın xatirəsi xalqın yaddaşında daim yaşasın. Uşaqlar, indi mən kimə desəm, bax, həmin adam üzündən başlayır həmin şagird oxumağa. Yerdə qalan digər şagirdlər isə əlini qoysun sətrin üzərinə və izləsin. Birinci başlasın oxumağa. Kübra qızım, sən oxu. Əhmədin babası Dicar kəndində yaşayır. Bu kənd Bakının yaxınlığındadır. Balaca Əhməd tez-tez babası ilə qonaq gəlir. Kifayətdir, bəsdir. Qalibiyyət, sən oxu. Bir dəfə babası onu yaxınlaşıb təpələrə gəzməyə apardı. Onlar Yanardağ deyilən yerə çıxdılar. Bəsdir, kifayətdir. Abadova Nigar, davam et. Burada yerdən alov çıxırdı. Bunu görən Əhməd babasından soruşdu. Baba, bu odu kim yandırıb? Baba gülümsündü. Heç kim bala, yerin altından çıxan qaz öz-özünə alışıb yanır. Kifayətdir qızım. Əhmədova Nigar, davam et. Azərbaycan torpağı çox zəngindir. Yerin altı da, üstü də qızıldır. Əhməd bir az düşünüb dedi. Kifayətdir. Dedi, oradan davam et, Arzu sən. Baba, atam məni şəhidlər xiyabanına aparmışdı. Mən orada da alov gördüm. Orada da qaz çıxır. Yox oğlum, o məişət vətən uğrunda xərc olanların xatirəsinə alovlanır. Bax, burada qaz qurtaranda... Bax, burada oradan başla oxumağa. Hüseyin Vaysi. Bax, burada orada. Bax, burada qaz qurtaranda alov sönə bilər. Amma Əbədi məşəl insanlar heç vaxt sönməyə qoymurlar. O həmişə yalnız ki, qəhrəmanlarımızın xatirəsi xalqın yaddaşında daim yaşasın. mətni oxuduq qutardım. Uşaqlar, mövzu ilə sizin xəbəriniz oldu ki, anladınız ki, mövzumuz nədən bəhs edir. İndi mən qrup işləri hazırlamışam və hər qrupun işçi vərəqini verəcəm. Siz orada sualları cavablandıracaqsınız. Kitabları örtün. Sakitliyə rəayət edin. Şəbinin sakitliyə rəayət edin. Üçüncü qrup.
sərvətlər və onların qorunması, ikinci qrupun işi yeraltı sərvətlər və onların qorunması, üçüncü vətənimizin milli qəhrəmanları, şəhidlərimiz, dördüncü şəhid və şahid sözlərinin mənasını açıqlayın, beşinci 20 yanvar hadisələri haqqında nə bilirik? İndi musiqi səslənəcək uşaqlar. Musiqi burada bitənə kimi siz də sualları cavablandırın. Tez işleyin. Ben diyeceğim.
Grup işlərinizi təqdim edəcəksiniz. Hər kəs öz qrupunda liderini seçsin. Seçdiniz? Lider vərəqi də götürsün, gəlsin lövhəyə. Birinci qrup kimdir? İkinci qrup. Dördüncü qrup liderinizi seçin. Tamamlamadınızsa cümləni burada sözlə şifahi deyərsən. Tənbəllik göstərir dördüncü qrup. Tez ol görüm lideriniz kimdir? Səbinə gəl. Gəl Səbinə gəl. Gəl burada sözünü deyərsən. Gəl görün qızım. Vermə onu. Vermə. Əyləşin. Əyləşin diqqətlə. Təqdimata qulaq asaq. Çatdıramadın, öz sözlərini tamamlayarsan. Yerişli sərvətlər və onların qorunması. Burada yerişli sərvətlər. Bunlar yerişli sərvətlərdir. Dağlar, çaylar, göllər, meşələr yanar. Vətənimizdə bir bulan, şirvan düzləri var. Burada sündür, taxıl, pambıq əkilir. Pambığa ağ qızıl deyirlər. Vətənimizdə qorunlar, yasaqlar yaratılır. Sonra hansı sözün var tamamlamaq? Burada heyvanlar, meşələr, bitkilər qorunur. Sərvətləri qorumaq hamının borcudur. Çox gözəl. Rauf, buyur, ikinci qrupun için təqdim elə. Yeraltı sərvətlər və onların qorunması. Yeraltı sərvətlər bunlardır. Neft, qızıl, Danışmayın. qaz, dəmir, filizi, duz. Yerin altından, Xəzər dənizinin dibindən neft çıxarılır. Qaz və neft başqa dövlətlərə ödülür. Nefəyə vurulan duz mədəniyyətdən çıxarılır. Bunları qorumaq lazımdır. Turan, üçüncü işin, sual oxu. Vətənimizin milli qəhrəmanları, şəhidlərimiz haqqında nə bilirsiniz? Vətənimiz azad və müstəqildir. Çox inkişaf edir. Bu xoş günlərə görə biz vətənimizin əsgərlərinə ömür boyu borcluyuq. Onlar vətən uğrunda mübarizə apardılar, şəhid oldular. Ancaq düşmənə baş əymədilər. Turan, mən sənə, bax, mövzunun sualın qəhrəmanlığa aiddir. Mən sənə bir dənə sual verəcəm. Elmi sakit ol. Qəhrəman sözünə yaxın mənalı, bir də əks mənalı sözlər de görün. Qəhrəman sözünə yaxın mənalı sözlər igid, cəsur, əks mənalı sözlər isə qorxaq, zəif. Ay, sağ ol. Rauf, səndə qaz haqqında yazmışdın. Qaz sözünü müxtəlif mənalarda, yəni ad bildirən, bir də hərəkət bildirən mənalarda cümlədə işlət görün. Bizim həyatda qaz otlardır. Burada nə mənasındadır? Ad bildirən. Ad bildirən. Hərəkət bildirən mənada işlət? Ata-anana dedi ki, götür yeri qaz. Ay, sağ ol. Səbinə, dördüncü qrupun işin sualını oxu təqdimi. Şəhid və şəhid sözlərinin mənasını açıqlar. Vətənin azadlığı uğrunda canından kəsən qəhrəmanlıqla vuruşub həlak olanlar şəhid adlanır. Şəhid isə hadisəni, faciəni canlı olaraq gözü ilə görən insanlar şəhid adlanır. 20 yanvar faciəsi, Xocalı faciəsində çoxlu şəhid olur. Elmin, işinin sualı oxu təqdimi. 20 yanvar hadisələri haqqında nə bilirsiniz? 1990-cı il yanvarın 19-dan 20-sinə keçən gecə Bakıya silahlı qüvvə yetirdi. Tanklardan, avtomatlardan atəş açıldı. Günahsız, silahsız insanlar qətlə yetirildi. Onların içərisində məktəblilər də vardı. İlqar İbrahimov, Larisa Məmmədova, Nəriman Hüseynov şəhidləri şəhidlər xiyabanında dəfn etdilər. O sözü çatdırmamışsan, amma dedim, eybi yoxdur. Əyləşin siz yerinizə. Uşaqlar, indi qrup işlərinin qiymətləndirməsini aparaq.
haqqında danışır və həmçinin də yazdı. Nisbətən zəif yazırdı, mən fikir verdim. İkinci qrup, yenə də yaxşı yazmışdı, əlavə suala da cavab verdi. Üçüncü qrup, Turanın qrupu, o da. Dördüncü qrup, Səbinə, cümləni tam tamamlaya bilməmişdim. Elmingil, sizin beşinci qrup, yaxşı yazmışdınız, əhatəli yazmışdınız. Nitqində bədii ifadə vasitələrindən istifadə edir. Ozan, zəiflik var idi. Rauf, səndə də var idi, ikinci qrupun içində. Üçüncü qrup, Tural, yaxşı idi. Dördüncü qrup, Səbinənin qrupu, 5. Elmin, 5. Gəlin görək. Şəxsiyyəti formalaşdıran mənəvi keyfiyyətləri şərh edə bilir. Yəni bunu okulda ifadəli Qrupda əməkdaşlıq. Birinci qrupda var idi. Bir-birləri ilə biri yazırdı, digəri sualcı. İkinci qrupda Rauf, əməkdaşlıq qətiyyən yox idi. 3. Heç yox idi əməkdaşlıq sizdə. Mən baxırdım, ələşin. Üçüncü qrup, Turalgildə. Nigar yazırdı, Tural diktə edirdi. Üçüncü qrupda da var idi. Dördüncü qrupda Səbinə, əməkdaşlıq olmadı sizdə. 3. Beşinci qrupda 4. Nisbətən zəif olmuş. Təqdimat, birinci qrup, 4. İkinci qrup, 5. Üçüncü qrup, 5. 4. 5. 5. Yenə 5. Ümumi ballar toplansın görək. Bugünkü qrup işlərində hansı qrup qalib gələcək? Yox, toplayaq görək, gəlin. 4, 4, 8, 5, 5, 10, 10, 8, 18, üstünə də 4, 22. 22 bal. İkinci qrup 10, 14, 17, 5, 23 bal. Eynidir. Neçə oldu? 25, 8, 13, 16, 21. Hansı komanda? 4. 5. komanda yenə. 15, 20, 24. Lider oldu 3. komanda. 3. komandanı təqdim edən lider gəlsin lövhəyə. Gəlsin görün. Buyur Tural. Geç tez ol. Gəlin bir Turalı alqışlayaq. Əyləş. Uşaqlar, qrup işlərində verdiyimiz suallar da, baxdığımız o klipdə